Aydın, sözün quruluşca neçə növü var? Hansı vardır? Əvvəlcə sadə başlayır. Sadə sözlər, düzəltmə sözlər və mürəkkəb sözlər. Aydın, balıqçı sözü necə sözdür, balıqçı? Hansı söz hansı şəkilçinin vasitəsilə düzəlir? Balıq sözün kökü, çı isə şəkilçi. Yaxşı, Aydın, bir dənə söz götür. Çayxana. Çayxana necə sözdür? Çayxana mürəkkəb sözdür. Bəli, çayxana düzəltmə sözdür. Çay və xana şəkilçilərinin köməyi ilə düzəlir. Dəniz, neçə cür şəkilçilər var? Şəkilçilər neçə cür yazılır? Bir də? Bir variantlı şəkilçiləri bir görün. Bir var. Aha. Sonra? Aha, sonra? Kar. Aha. İki variantlı şəkilçilər bilən. Şəkilçini bilən sonra bilən də. Aha. Aha. Aferin. Sonra? Daki. Daki dərki. Sonra? Aha. Dört variantları bilən. Aha. Sonra? Güllük. Sonra? Lı. Aha. Lu. Yok lu. Dəniz, şəkilçilər neçə cür olub? Hansılar? Şəkilçilər? Şəkilçilər neçə cür olub? Leksik şəkilçilər? Aha. Hansı şəkilçilər yeni söz düzəldir? Leksik şəkilçilər yoxsa qrammatik şəkilçilər? Yeni söz düzəldir. Aha. Gəl bir söz götür. Vətəndaş. Vətəndaş necə sözdür? Sadə sözdür. Hansı söz hansı şəkilçinin köməyi ilə düzəlir? Vətən sözün köküdür. Necə söz oldu? Düzəltmə. Kənan, sözün quruluşda neçə növü var? Mürəkkəb sözlər. Kənan, sən mənə deyə görüm, dəniz sözü sadədir, düzəltmədir, yoxsa mürəkkəb sözdür? Bəli, dəniz sözü sadə sözdür. Dəniz sözündən düzəltmə sözü düzəlt görüm. Burada sözün kökü nədir? Bəs şəkilçi? Aferin sənə. Şəkilçilər neçə cür olub, Kənan? Yox, şəkilçilər necə cür olub? Yazılı deyirəm. Leksik şəkilçilər. Sözlər arasında əlaqə yaradır. Hansı şəkilçilərdir? Aferin sənə. Yeni söz düzəldir. Leksik şəkilçilər. Düzəltmə sözlər necə olub? Kök. Kök və necə şəkilçilər? Kök və leksik. Bəli, kök və leksik şəkilçilərdən ibarət olur. Kənan, gəl bir söz götür. Günorta. Aha. Günorta necə sözdür? Sadə sözdür, günorta. Xeyr, günorta mürəkkəb sözdür. Gün və orta iki dənə söz birləşib mürəkkəb söz yaradır. Mürəkkəb sözdür. Günorta mürəkkəb sözdür. Fatimə, sadə sözlər necə sözlərdir? Kökdən, kök və leksik. Yox, qrammatik. Şəkilçidən ibarət olan sözlərdir. Məsələn. Sadə sözdür. Məsələn. Gül. Aha. Güllər. Balıqçı. Balıqçı? Düzəltmədir. Balıq sözündən balıqçı sözü düzəlir. Leksik şəkilçilər necə şəkilçilərdir? Sözə qoşularaq yeni mənalı söz əmələ gətirir. Bu sözlərə düzəltmə sözlər deyilir. Məsələn, balıqçı, dənizçi, gülçü və s. Aha, düzdür. Gəl söz götür. Nə yazılıb? Balıq qulağı. Balıq qulağı. Necə sözdür balıq qulağı? Bəli, hansı sözlərin birləşməsindən yaranıb? Bəli, balıq və qulaq sözləri birləşib olub balıq qulağı. Fəqət şəkilçilərin hansı növləri var? Bəli. Leksik şəkilçilər. Sözün quruluşda hansı növləri var? Bəli. Sözün quruluşda növləri. Sadə sözlər. Dənizçi, sadə sözdür, düzəltmə sözdür, yoxsa mürəkkəb sözdür? Hansı söz və şəkilçinin köməyi ilə düzəlir? Sözün kökü hansıdır? Leksik şəkilçidir, qrammatik şəkilçidir. Leksik şəkilçidir. Bir variantlı şəkilçidir görüm. Aha, düz. Gəl bir söz götür. Nə yazılıb? Balıqçı. Necə sözdür? Nigar, mənə cavab ver görüm qızım. Yeni mənalı söz yaradır. Bu leksik şəkilçilər yoxsa qrammatik şəkilçilər? Leksik şəkilçilər. Larlər leksik şəkilçidir yoxsa qrammatik? Xeyr, larlər qrammatik şəkilçilər. Çünki sözlər arasında əlaqə yaradır. Və cəm şəkilçisidir larlər. Sadə sözlər necə sözlərdir? Sadə sözlər necə sözlərdir? Yalnız və ya kök və hansı şəkilçidən? Qrammatik şəkilçidən. Leksik şəkilçi olanda düzəltmə söz olur. Kök və ya qrammatik şəkilçidən ibarət olur. Sadə sözdür görüm. Kətənəyin, məktəbdə. Düz. Gəl Nigar, bir söz seç. Tez-tez. Necə söz tez-tez? Tez-tez. Xeyr, tez-tez iki sözün birləşməsindən əmələ gəlir. Ona görə, yəni tez-tez eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözdür. Ona görə də mürəkkəb sözlərə aiddir. İsa, sözün quruluşda hansı növlər vardır? Aha. Sadə sözlər. Aha. Şəkilçilərin hansı növləri vardır? Hansı şəkilçilər vardır? Leksik şəkilçilər. Deyilən özüdür. Leksik şəkilçilər. Leksik şəkilçilər, qrammatik şəkilçilər. Yeni söz əmələ gətirir. Hansı şəkilçilərdir? Leksik şəkilçilər. Və sözlər arasında əlaqə yaradır.
Sözler arasında əlaqə yaradan şəkilçilər hansı? Yox. Sözlər arasında əlaqə yaradan şəkilçilər hansı şəkilçilərdir? Leksik şəkilçilərdir yoxsa qrammatik? Sözlər arasında əlaqə yaradan qrammatik şəkilçilərdir. Söz götürür misal? Musiqi. Necə sözdür musiqi? Bəli, musiqi sadə sözdür. Yəni sözün quruluşunda etimi mi var? Hansı vardır? Sadə sözlər, düzəltmə sözlər, mürəkkəb sözlər. Sadə sözlər, düzəltmə sözlər, mürəkkəb sözlər. Sadə sözlər necə sözlərdir? Sadə sözlər yalnız kökdən ibarət olur. Bir də kök və hansı şəkilçidən? Kök və qrammatik şəkilçidən ibarət olur. Məsələn, sadə sözdür görün. Balıq. Mhm. Balıq suda yaşayan canlıdır, sadə sözdür. Ha, gəl bir söz seç. Güllü, Güllü necə sözdür güllü? düzəltmə. Bəli. Sözün kökü nədir? Şəkilçi hansıdır? Lü leksik şəkilçidir yoxsa qrammatik? Bəli. Yeni söz düzəltibsə düzəltmə sözdür və leksik şəkilçidir. Sən bu sözün quruluşunda etimi mi var? Hansı vardır? Sadə sözlər, düzəltmə sözlər, mürəkkəb sözlər. Aferin. Bir görün güna baxan sözdür. Sadə sözdür, düzəltmə sözdür yoxsa mürəkkəb sözdür? Mürəkkəb. Bəli. Hansı sözlərdən yaranıb? Güvəksək, Gün bir də baxan. Gün bir də baxan sözlər birləşib nə yaradır? Günə baxan. Şəkilçilərin hansı növləri vardır? güvəksək, qrammatik. Aferin. Gəl bir söz götür. İkidlik. İgidlik. Necə sözdür igidlik? Sadə sadə. İgidlik sözü düzəltmə sözdür. İgid sözün köküdür, lik isə leksik şəkilçidir. Düzəltmə söz yaranıb, yazı yaranıb, igidlik. Keçəklər. Düzəltmə sözlər necə sözlərdir? Düzəltmə sözlər, leksik. Kök və Kökdə şəkildən ibarət. hansı şəkilçidən? Leksik, Kök və leksik şəkilçidən ibarətdir. Bir də düzəltmə söz deyilən. düzəltmə söz, sayxana. Çayxana. Burada sözün kökü hansıdır? Sözün kökü, xana, Şəkilçi. Necə şəkilçidir? leksik. Leksik şəkilçidir. Sözün quruluşunda hansı növləri var? Quruluşda, sadə sözlər, düzəltmə sözlər, mürəkkəb sözlər. Gəl bir söz götür. Düzəltmə sözlər. Götür. Maşınlar. Maşınlar. Necə sözdür? Düzəltmə sözlər. Hansı maşın? Maşın, kök, lar, şəkil. Xeyr. Maşın, maşın. Bir maşın. Maşınlar da çoxluq bilir. Yəni cəm şəkilçidir. Lar ilə qrammatik şəkilçi olduğu üçün sadə sözlərə daxildir. Sadə sözdür. Dəqiq, yeni söz əmələ gətirən şəkilçilər hansı şəkilçilərdir? Leksik şəkilçilərdir yoxsa qrammatik? Dəqiq, deyirəm yeni söz əmələ gətirən. Leksik şəkilçilərdir. Sadə sözlər necə sözlərdir? Aha. Kökdən və kök və ya qrammatik şəkilçidən ibarət olur. Şəkilçilərin hansı növləri vardır? Hansı şəkilçilər var? Leksik şəkilçilər yeni mənalı söz əmələ gətirir. Hansı şəkilçilərdir? Yeni mənalı söz əmələ gətirir. Leksik şəkilçilər. Gəl bir söz seç. Toz sonra necə sözdür? Xeyr, toz sonra sözü mürəkkəb sözdür. Toz və sonra sözünün birləşməsindən əmələ gəlib, mürəkkəb söz yaradıb. İki sözün birləşməsindən əmələ gəlib. Birinci sözə bax fikir vermək lazımdır. Keç otur. Onu sadə sözlər necə sözlərdir? Sadə sözlər. Sadə sözlər, qrammatik. Sadə sözlər necə sözlərdir? Kökdən, kök və ya qrammatik şəkilçidən ibarət olur. Şəkilçilərin hansı növləri vardır onun? Qrammatik leksik. Qrammatik leksik şəkilçilər. Yeni mənalı söz əmələ gətirir. Hansı şəkilçilərdir? Və sözlər arasında əlaqə yaradır? Qrammatik şəkilçilər. Bir söz seç onu. Gecə gündüz necə sözdür? Bəli, mürəkkəb sözdür. Çünki iki sözün iştirakı var. Gecə, gündüz, əks mənalı sözlərdir. Keçəklər. Ayan sözün quruluşunda hansı növləri vardır? Sadə söz, düzəltmə söz, mürəkkəb sözlər. Ayan sən mənə cavab ver görüm. Çiçəkli sözü, sadə sözdür, düzəltmə sözdür, yoxsa mürəkkəb sözdür? Düzəltmə söz, çünki çiçək sözün köküdür. Li, şəkilçidir. Ne şəkilçidir? Leksik şəkilçidir, qrammatik. Li, qrammatik. Evet, hep düzəltmə sözü oldu. Düzəltmə sözlər qrammatik şəkilçilər iştirak etmir. Leksik şəkilçilər iştirak edir. Deməli, leksik şəkilçidir. Gəl yeni söz götür. Dəmirçi. Hə, necə sözdür? Bəli, hansı sözlərdən düzəlib? Dəmir sözün köküdür. Çi, şəkilçi. Necə şəkilçidir? Çi, Leksik şəkilçidir. İlyə sadə sözlər necə sözlərdir? kök və şəkilçidən ibarətdir. Kök və ya kök və qrammatik şəkilçidən ibarət olur. Sadə sözlərə nümunədə görək. Gül, Sonra güllər, güldan. güldan ola bilməz. Gül sözündən güldan sözü düzəlib, deməli düzəltmə sözdür. Şəkilçilərin hansı növləri vardır? Leksik şəkilçilər, Şəkilçilər, qrammatik. leksik şəkilçilər, qrammatik şəkilçilər. Gəl bir söz götür bir yox. Ağac, Ağac necə sözdür? sadə. Xatırlam düzəltmə sözlər necə sözlərdir? Düzəltmə sözlər kök və leksik şəkilçidən ibarətdir. Məsələn, balıq, çı, gül, çü, üzümçü və sair. Şəkilçilərin hansı növləri var? Qrammatik və leksik şəkilçilər. Sözün quruluşunda hansı növləri vardır? Sadə sözlər, düzəltmə sözlər, mürəkkəb sözlər. Gəl bir söz götür xatırlam. Qalar, Necə sözdür? Sadə. Aferin. Murad, leksik şəkilçilər necə şəkilçilərdir? leksik şəkilçilər, Aha. Sözə qoşulur və qoşulur və sözlər, söz birləşməsi. xeyr, yeni mənalı söz düzəldir. Söz birləşməsi düzəldir. Yeni mənalı söz əmələ gətirir. Bir dənə leksik şəkilçinin iştirakı ilə düzəlmiş söz de görək. Düzəltmə sözünü bilirsən, Murad? Bir də. Dənizçi, Sonra, balıqçı, sonra. gülçü, Bağban, güldan. Ola bilər də. Çayxana. Gəl, söz götür. lampa. Lampa necə sözdür? Sadə. Dilək, yeni mənalı söz əmələ gətirən şəkilçi hansı şəkilçidir? Yeni mənalı, qrammatik, Xeyr. Yeni mənalı yaradırsa, deməli, leksik şəkilçidir. Və sözlər arasında əlaqə yaradırsa, qrammatik şəkilçidir. La ilə leksik şəkilçi yoxsa qrammatik şəkilçi? La ilə qrammatik şəkilçidir. Bir cür yazılan şəkilçidir. bir cür xana, Aha, misal üçün. kitabxana, çayxana, Gəl bir söz götür. ağıl,
Ağıllı. Ağıllı necə sözdür? Sadə söz. Ağıllı sadə sözdür. Sözün kökü hansıdır? Şəkilçisi hansıdır? Bəli. L leksik şəkilçidir, qrammatik. L leksik. Bəli, yeni mənalı söz yaradırsa, ağıl, ağıl, nə ağıl? Amma ağıllı necə ağıllı? L leksik şəkilçidir. Digər sözün qursun növləri var, tərkib. Hansı vardır? Sağ. Sadə söz. Düzəltmə söz. Mərkəz. Aferin. Gəl bir söz götür, tərkib. Qapı qapı. Qapı qapı necə sözdür? Mərkəz. Aferin. İki sözün təkrarından yaranır. Binayi şəkilçilərin hansı növləri var? Şəkilçiləri. Hı. L leksik. Yox, leksik şəkilçilər, Şəkilçilər. L. qrammatik şəkilçilər. Gəl binayi bir söz götür. Nə yazılır binayi? Durma. Durma, sadə sözdür, düzəltmə yoxsa mürəkkəb söz? Sadə. Aferin, yapışdır. Ne yazılır şey? Türkü. Türkü necə sözdür türkü? Sadə. Aha, yapışdır sadəyə. Keçək. Sözün qrup sayısı var. Hansı vardır? Sadə sözlər, düzəltmə sözlər, mərkəz sözlər. Sadə sözlər necə sözlərdir? Sadə sözlər kökdən ibarətdir və qrammatik şəkildir. Kök və ya, qrammatik. Yaxşı, söz götür bir də. Yəni çiçəkli. Çiçək necə sözdür? Düzəltmə. Düzdür. Çiçək sözün köküdür. Liksə, leksik şəkilçidir. Götür söz. Təmizkar. Təmizkar necə sözdür? Sözün kökü hansıdır? Təmiz sözün kökü. Kar, Kar şəkli. leksik şəkilçi. Ömər sözün qrup sayısı növü var. Sadə sözlər, düzəltmə sözlər, mürəkkəb sözlər. Yeni söz əmələ gətirən şəkilçilər hansılardır? Leksik. Leksik şəkilçilər. Çayçı sözü sadəli düzəltməli yoxsa mürəkkəbdir? Məna. Düzəltmə. Sözün kökü hansıdır? Sözün kökü çay. Şəkilçi, Şəkilçi. Çay. yoxsa leksik şəkilçi yoxsa qrammatik? Leksik. Leksik şəkilçidir. Gəl söz götür. Meşə. Meşə necə sözdür? Sadə. Sözün qrup sayısı növü var. Hansı vardır? Sadə söz, düzəltmə söz, mürəkkəb söz. Götür oradan bir söz. Bir baxa. Günə baxan necə sözdür? Mürəkkəb söz. Mürəkkəb söz. Hansı sözlərin birləşməsiyle düzəlir? Necə? Gün, Günə, gün, baxa. nurlan sözün qrup sayısı növü var. Leksik. Sözün qrup sayısı növləri. Sadə sözlər. Sadə sözlər, düzəltmə sözlər, mürəkkəb sözlər. Gəl bir söz götür nurlan. Buzlu. Necə sözdür? Mənə düzəltmə. Bəli. Sözün kökü hansıdır? Bu sözün köküdür, bu şəkilçisi. Bu necə şəkildir? Leksik, qrammatik. Leksik. Geç. Nə geç? Şəkilçilərin hansı növləri vardır? Qrammatik. Leksik. Var lər, leksik şəkilçisi yoxsa qrammatik? Leksik. Var lər, cəm şəkilçisi, qrammatik şəkilçisi. Gəl bir söz götür. İstop. Nə? İstop. Düzgün oxuculuğunu yazın. İstop. Gəl baxın. Stol yazılmıyor. Düzgün oxu. İstop. İstiyor. Necə sözdür? Mürəkkəb. Hansı sözlərin birləşib yaradır? Ot, bir də isti, İstop. isti ot. Sözün qrup sayısı növü var. Üç. Hansı vardır? Düzəltmə sözlər, sadə sözlər və mürəkkəb sözlər. Sözlərdən gəlin götür. Gün. Gün necə söz? Yeni söz əmələ gətirən şəkilçilər hansı şəkilçilərdir? Qrammatik. Leksik şəkilçilərdir. Duzlu sözü. Sadə sözdür, düzəltmə sözdür, yoxsa mürəkkəb sözdür? Düzəltmə. Hansı sözün kökü, hansı şəkilçidir? Duz kökü. Lu şəkilçisi. Bu necə şəkilçidir? Leksik yoxsa qrammatik? Leksik. Leksik şəkilçidir. Söz götür. Dəniz. Dəniz necə sözdür? Sadə. Kemal gəl söz götür. Nabaxın. Nabaxan necə sözdür? Düzəltmə söz. Nabaxan düzəltmə sözdür. Roman mürəkkəb. Hansı sözlərdən yaranıb? Gün, Gün. Nabaxın. gün, bir də baxan. Baxın.